Bugün gənc alim üçün ən vacib şeylərdən biri beynəlxalq deməli databazaya, beynəlxalq nəşrlərə, beynəlxalq kitabxanalara çıxışdır. Lakin bu çıxış üçün də müəyyən addımlar atılmalıdır və müəyyən həm maddi olaraq, həm resurslar olaraq və digər yöndən köməkliklər edilməlidir. Onu vurğulamaq istərdim ki, mən hazırda özüm Milan Politexnik Universitetinin memarlıq üzrə doktorantıyam və bunun üzərindən bir sıra nümunələr və fərqləri göstərmək istərdim. Son illərdə Azərbaycanda elmi tədqiqatların inkişafı fonunda bir çox addımlar atılıb gənclər üçün. Mən hesab edirəm ki, bu prioritetlər əsasən iki məsələ üzrə, iki yöndə inkişaf edir. Birinci məsələ deməli beynəlxalq nəşrlərə çıxış və beynəlxalq databazalarda alimlərin görünürlüyü. Beynəlxalq konfranslara verilən məqalələr, beynəlxalq jurnallara verilən nəşrlər, elmi işlər və sair və ilaxır. Bu yöndə əsasən biz nümunə gətirə bilərik. Web of Science və Scopus kimi mühüm akademik platformalarda azərbaycanlı alimlərin, azərbaycanlı tədqiqatçıların işləri. İkinci məsələ isə sözsüz ki, elmi mühitin formalaşması kifayət qədər vacib bu dəqiqə Azərbaycanda məsələlərdən biridir. Mən elmi mühitin formalaşması deyəndə nəyi nəzərdə tuturam? Son illərdə ölkəmizdə universitetlərin və elmi qurumların təhsil fonunda, təhsillə yanaşı eyni zamanda tədqiqat mərkəzi kimi də inkişafında kifayət qədər vacib addımlar atılır və atılmaqdadır. Mən deyərdim ki, rəsmi hədəflərlə real nəticələr arasında bəzən biz kifayət qədər geniş boşluqlar görə bilirik və bəzən rəsmi hədəflər və günün deməli sonunda olan nəticələr bir-birləri ilə təzad təşkil edə bilirlər. Burada əsas məsələ nədir? Əsas problem nədir? Əsas problem mənim zənnimcə formal olaraq gənc tədqiqatçılar üçün və yaxud da gənc alimlər üçün kifayət qədər şərait yaradıldığına və kifayət qədər düzgün mühit formalaşdırıldığına dair fikirlər çoxdur, lakin real nəticədə bu hər zaman bu fikir özünü doğrultmur. Məsələn, ondan nümunə gətirə bilərəm ki, bu gün gənc alim üçün ən vacib şeylərdən biri beynəlxalq deməli databazaya, beynəlxalq nəşrlərə, beynəlxalq kitabxanalara çıxışdır. Lakin bildiyimiz kimi bu çıxış üçün də müəyyən addımlar atılmalıdır və müəyyən həm maddi olaraq, həm resurslar olaraq və digər yöndən köməkliklər edilməlidir. Sözsüz ki, bəzi institusional qurumlar və yaxud da akademik deməli təşkilatlar bunu edirlər və alimlərə dəstək olurlar. Lakin əfsuslar olsun ki, bu hər qurumda belə deyil və hətta deyərdim ki, bir çox kənardan bu mövzuda dəstək verəcək kimi görünən qurumlar hələ də qısıtlamalar yaşayırlar və bu problemin əsas köklərindən biri də odur ki, bu mövzuda kifayət qədər çox, dediyim kimi, administrativ olaraq dəstək yoxdur. Bəzən biz belə bir fikirlə qarşılaşırıq ki, belə bir tənqidlə qarşılaşırıq ki, mən bunu gənc alimlərin adından səsləndirmək istəyirəm. Doktorantlar elm sahəsinə pasiv yanaşırlar və yaxud da onlar bu mövzuda kifayət qədər çox dinamik deyillər. Öyrənməyə, inkişaf etməyə və yaxud da elmi tədqiqata məşğul olmağa çox isti baxmırlar. Sözsüz ki, bu hamıya şamil edilə bilməz, amma ümumən belə bir fikir formalaşıb. Mən deyərdim ki, bu bir qədər individual yanaşmadır və sözsüz ki, hansısa bir insan bu işə pasiv yanaşa bilər və yaxud da doktoranturaya başlaya bilər, lakin davam etməyə bilər, daha çox karyerasına fokuslana bilər və s. və ilaxır. Lakin dediyim kimi, bu individual yanaşmadır və əgər biz məsələyə, problemə bir qədər daha geniş çərçivədən baxsaq, biz görəcəyik ki, hansısa bir məhsuldar və yaxud da motivasiyası yüksək olan gənc alim də, doktorant da hansısa bir işə, hansısa bir tədqiqata böyük bir istəklə başlaya bilər. Lakin ətrafda olan mühit, xüsusilə də akademik sahədə zəif mühit, resurslara çıxış olmaması və yaxud da maliyyə problemləri və s. və ilaxır kimi məsələlərdən dolayı bu motivasiya ilə başlayan insanın
bir qədər sonra motivasiyası getdikcə aşağı düşə bilər və passiv tədqiqatçı əfsuslar olsun ki, kimliyinə bürünə bilər və gördüyümüz kimi bu nümunədən də buna səbəb olan hal əsasən tədqiqat mühitinin zəif olması və yaxud da ətraf təsirlərdir. Bu problemin kökündə bəzi struktur amillər dayanırlar sözsüz ki və bunlardan deməli ən vacibi gənc alimlərə kifayət qədər çox dəstəyin olmamasıdır. Dəstək deyəndə bu bir qədər çoxşaxəli anlayışdır. Burada resursların azlığı nümunə göstərilə bilər. Həm alimlərdən və yaxud da rəhbərlərdən dəstəyin az olması, həm maddi maliyyələşmə dəstəyində olan problemlər, həm də ki, beynəlxalq deməli elmi aləmə çıxışın zəif olması. Bu məsələlərin hamısını ayrı-ayrılıqda məsələn bunlar həll oluna bilən problemlər kimi görünsələr də, cəmləndiyi halda bu məsələlər kifayət qədər bir gənc tədqiqatçı üçün problemli bir hala çevrilə bilər. Məsələn, mən ondan nümunə gətirə bilərəm ki, bir çox hallarda gənc tədqiqatçılar tutaq ki, təhsilə başlayırlar, doktoranturaya tutaq ki, başlayırlar və əslində bu doktorantura müəyyən bir belə deyim də ekosistem daxilində olmalıdır. Yəni alimin etməli olduğu işlər olmalıdır, müəyyən bir ardıcıllıqda bu işlər baş verməlidir. Tutaq ki, doktoranturanın birinci illərində nə olunmalıdır? Son illərə yaxınlaşdıqda hansı artıq nəticələr olmalıdır və s. və ilaxır. Mən deyərdim ki, bəzi deməli qurumlarda, bəzi institutlarda bu ardıcıllıq, bu mexanizm kifayət qədər professional şəkildə qorunub saxlanılmır. Kənardan formal olaraq hər şey yaxşı görünsə də, gənc doktorant, gənc alim daha çox işə başladıqda tək qalır və artıq özü ilə baş-başa qaldıqda bu problemlərlə qarşılaşır və çıxış yolu da tapa bilmir. Amma əgər bu mexanizm düzgün qurulsa, əgər o kollektiv şəkildə hansısa bir işə başlasa, burada həm digər tədqiqatçıların rolu olsa, yəni birlikdə dəstək altında onlar çalışsalar düzgün akademik şəraitdə, eyni zamanda alimlərdən dəstək alsalar və yaxud da rəhbərlərdən kifayət qədər düzgün yönləndirilsələr və yaxud da dəstək görsələr, mənim fikrimcə bu problem aradan qalxar və balans qorunar. Mən hesab edirəm ki, hazırda bu sferada olan əsas çatışmazlıqlardan biri sistematik olaraq bir bölgünün olmamasıdır. Məsələn, doktorantlar çoxu problem yaşayırlar metodologiya ilə, elmi nəşrlərlə, bu elmi nəşrlərin hansı şəkildə, hansı ardıcıllıqda baş verməsi ilə bu sual doğurur çox vaxt. Bu ardıcıllıq, bu mexanizm düzgün şəkildə qurulmayanda və yaxud da düzgün şəkildə davam etməyəndə artıq bu alimin, tədqiqatçının tədqiqatdan da birbaşa təsir etmiş olur və problem yaradır. Çünki az öncə də vurğuladığım məqama yenə qayıtsaq, doktorant ilkin işə başladığı etapda elə fikirləşir ki, deməli hər şey kollektiv şəkildə olacaq və o tədqiqat mühitində öz işini puxtaləşdirəcək və zamanla daha çox inkişaf etdirib müəyyən bir səviyyəyə çatdıracaq. Lakin reallıqda, yəni işə başlayanda, praktikada biz müşahidə edirik ki, tədqiqatçı yalnız qalır, tək qalır və kənardan kifayət qədər müxtəlif yönlərdə dəstək görmür və nəticədə bu tipli problemlər yaranır. Sağlam elmi mühit istənilən halda, istənilən sferada, istənilən sahədə tədqiqatçı üçün, gənc alim üçün ən prioritet olan, ən vacib olan məsələlərdən biridir. Niyə? Çünki mühitin alimə kəskin təsiri olur və sağlam elmi mühitdə hər bir tədqiqatçı öz işini, öz elmi tədqiqatını kifayət qədər düzgün yöndə inkişaf elətdirə bilir. Və mən vurğulamaq istərdim ki, eyni zamanda bu inkişaf, bu tədqiqat prosesi hər zaman individual bir məsələ deyil. Məsələn, tədqiqat elə bir şeydir ki, siz tədqiqat dövründə müəyyən seminarlarda iştirak etməlisiniz, müəyyən konfranslarda çıxış etməlisiniz, müəyyən fikirlər, həm iradlar, həm müsbət yöndə fikirlər almalısınız ki, siz öz tədqiqatınızı düzgün yöndə davam etdirə biləsiniz. Və yenə də burada biz mühit faktoruna qayıdırıq. Bunun üçün də sağlam və düzgün akademik mühit formalaşmalıdır ki, tədqiqatçı da öz sahəsində kifayət qədər deməli düzgün və ardıcıl addımlar ata bilsin. Akademik elmi bazalara və beynəlxalq deməli mühitə çıxış istənilən tədqiqatçı üçün kifayət qədər vacib amillərdən biridir.
Çünki akademik sahədə fəaliyyətdə beynəlxalq təcrübənin çox böyük bir rolu var mən deyərdim. Çünki hansısa bir alim, hansısa bir tədqiqatçı bir sahədə öz tədqiqatını davam etdirdikdə mütləq şəkildə bilməlidir ki, digər ölkələrdə, digər qurumlarda, istər beynəlxalq olsun, istər yerli olsun, bu yöndə hansı araşdırmalar gedir, bu yöndə hansı tədqiqatlar aparılır, fikirlər nələrdir, hansı mübahisəli mövzular var və sairə və ilaxır. Və sözsüz ki, bunları nəzərə alaraq, bu sahəyə hakim olduqdan sonra, bu məsələlər haqqında fikir formalaşdırdıqdan sonra tədqiqatçı öz tədqiqatını müsbət yöndə daha yaxşı inkişaf etdirə bilər. Bilirsiniz, mən özüm deməli xaricdə təhsil alan və doktoranturasını xaricdə davam etdirən biri kimi kifayət qədər müsbət yönlərlə qarşılaşmışam öz fəaliyyətim boyunca və qarşılaşmaqdayam. Əsas üstünlüklərdən biri alimin beynəlxalq deməli mühitə çıxışının daha asan olmasıdır. Və bu kimi ölkələrdə və universitetlərdə uzun illərdir artıq müəyyən bir mexanizm mövcud olduğuna görə siz də artıq o mexanizmin, o çarxın bir parçası olursunuz və sizin üçün o yöndə inkişaf və o yöndə irəliləmə çox daha rahat olur. Və bu kimi ölkələrdə artıq siz deməli beynəlxalq sferada olduğunuza görə və beynəlxalq təcrübənin içində olduğunuza görə sizin üçün təcrübənizi aparmaq daha rahat olur. Məsələn, Milanın nümunəsində onu deyə bilərəm ki, Milanda kollektiv fəaliyyət kifayət qədər vacib amillərdən biridir. Yəni hansısa bir tədqiqatçı tutaq ki, öz sahəsində başqa tədqiqat aparan alimlərlə rastlaşır, gənc tədqiqatçılarla rastlaşır və onlar birlikdə çox vaxt fəaliyyət göstərirlər. Məsələn, birlikdə hansısa bir məqalənin üzərində çalışırlar və ya da birlikdə hansısa bir elmi laboratoriyada elmi iş aparırlar və sözsüz ki, bütün bu faktlar, bütün bu məsələlər alimin doktorantura təhsilinə, doktorantura fəaliyyətinə və elmi işinə birbaşa təsir göstərmiş olur. Və eyni zamanda maliyyələşmənin çox böyük rolu var. Məsələn, mən sadə bir nümunə gətirmək istəyərdim ki, Milan Politexnik Universitetində tutaq ki, doktorantların müəyyən bir büdcəsi olur. Yəni siz doktoranturaya başlayanda sizin büdcə ilə siz büdcə planlaşdırması edə bilərsiniz. Məsələn, tutaq ki, siz hansısa bir konfransda iştirak etməlisiniz və yaxud da hansısa bir reytinq sistemində məqaləniz olmalıdır və sair və ilaxır kimi məsələlər. Siz o büdcədən istifadə edərək bütün bu planlaşdırdığınız məsələləri həll edə bilərsiniz və yaxud da tutaq ki, hansısa bir xarici laboratoriyada tədqiqat aparmalısınız. Həmin büdcə ilə tutaq ki, 1 aylıq və yaxud da 2 aylıq lazımdırsa fondlara müraciət edib daha çox büdcə tələb edə bilərsiniz və həmin büdcə ilə siz öz tədqiqatınızı daha da təkmilləşdirə bilərsiniz. Bu əsas üstünlüklərdən biridir məsələn. Azərbaycanda bu məsələ nə dərəcədə tətbiq olunur və yaxud da bu məsələdə nə dərəcədə inkişaf var, o haqqda çox məlumatım yoxdur. Bu sahədə mənim fikrimcə hazırda deməli ötən illərlə müqayisədə kifayət qədər irəliləyiş mövcuddur. Sözsüz ki, biz beynəlxalq səviyyədə və beynəlxalq reytinq sistemində yer alan universitetlərə çatmaq üçün xüsusilə də elmi tədqiqat yönündə hələ kifayət qədər böyük addımlar atmalıyıq. Lakin ötən illərlə müqayisədə mən müəyyən irəliləyiş müşahidə edirəm ən azından gənc tədqiqatçı olaraq və zənnimcə ən vacib addım və bu addım axıra qədər atılmalıdır. Düzgün akademik mühitin formalaşması və doktorantlara, gənc alimlərə kifayət qədər həm mənəvi olaraq, həm iş prosesi zamanı dəstəyin olunması. Tutaq ki, belə bir nümunə gətirə bilərik ki, siz hansısa bir elmi ad almaq üçün doktorantura təhsiliniz bitdikdən sonra elmi adı deməli alma mərhələsində işiniz yoxlanılanda sizin müəyyən məqalələriniz artıq çap olunmuş olmalıdır. Buna daxildir xarici jurnallarda və yaxud da konfranslarda olan məqalələr, yerli məqalələr və sair və ilaxır və sizə bunun üçün öncədən tələblər qoyulur. Lakin beynəlxalq təcrübədə biz görürük ki, sözsüz ki, bu istənilən universitetdə, istənilən araşdırma mərkəzində belə tələblər mövcuddur. Yəni hər yerin özünə uyğun yanaşması var bu məsələyə. Lakin fərq ondadır ki, digər deməli qurumlar adətən bu tələbləri qoymaqla yanaşı, bu tələblərin yönündə inkişaf üçün sizə dəstək göstərirlər ilkin dövrlərdən başlayaraq. Lakin öz nümunəmizdə mən görürəm ki, doktoranta və yaxud da alimə, gənc alimə tələb qoyulur və sizdən sadəcə gözlənilir ki, siz o tələbi qarşılayasınız. Siz
siz o tələbi necə qarşılayacaqsınız? Bu yöndə sizə hansı dəstək olunur? Hansı maliyyələşmə lazımdır? Hansı resurslara çıxış lazımdır? Və yaxud da keyfiyyətli nəşr üçün sizə ən azından hansı metodik elmi baza lazımdır? Hansı yöndə təhsil verilməlidir və siz inkişaf etdirilməlisiniz? Bu yöndə artıq bir sıra qaranlıq məqamlar mövcuddur. Məncə bu problemlər həll olunsa və bu mövzuda inkişaf getsə, kifayət qədər deməli akademik və kifayət qədər sağlam gənc tədqiqatçılar üçün mühit yaradıla bilər.